25 yaşınıza qədər əldə etdiklərinizin üzərində qurulacaq bütün həyatınız. Bir müəllimimiz bunu deyəndə mən özlüyümdə razılaşmadım. Amma çox təcrübəli və hörmət bəslədiyim müəllimlərdən biri olduğuna görə kəskin etiraz da eləmədim. Amma bunu yoxlayacağam dedim özlüyümdə. Təbii ki, tələbə vaxtları idi, illər ötür, 25 yaşım oldu. Dedim, yox, elə yaxşı ki, vaxtında razılaşmamışam. Amma yenə də yadımda saxlayıram, hələ təcrübə davam edir. 27 yaşımda dedim, deyəsən müəllim düz deyirmiş. 28, 29, şübhələr biraz artır. 30 yaşımda dedim, müəllim tamamilə haqlıymış. Əziz gənclər, hər birimiz ən məhsuldar vaxtlarımızı gərək özümüzü inkişafa sərf eləyək. Özümüzü, öz bacarıqlarımızı, öz potensialımızı maksimum istifadə eləməyə çalışaq. Təbii ki, 25 yaşdan sonra da gec deyil. Bir müəllim kimi, bir pedaqoq kimi mən 50 yaş üzərində insanlara da dərs verirəm. İnsan varsa, insan yaşayırsa onun çox geniş potensialları var. Amma gənclik xüsusi bir dövrdür.